Əziz qonaqlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü Kərbəla. uğrunda canlarından keçən Kərbəla. şəhidlərimizi bir dəqiqəlik sükutla yad edilir. Dediyim kimi hal-hazırda qəhrəmanlar diyarı Biləsuvarımızda adət-ənənə olaraq ilk öncə hər şeydən başda şəhidlərimiz yad olunur və şəhidlərimiz ziyarət olunur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Dediyim kimi hal-hazırda bugün Fuad Əsgər qonaqlığıdır. Özünə də borc bildi ki, dediyim kimi şəhidimiz İqbal Aslanlını və onun simasında bütün şəhidlərimizi ziyarət elədi və abidəsini də ziyarət elədi. Mən də özümə borc bildim yenə də şəhidimiz İqbal Aslanlı və onun simasında bütün şəhidlərimizi abidə önündə çəkim və paylaşım. Allah cəm şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və ehtiramlarımıza can sağlığı versin. Mübariz İbrahimov Azərbaycanı bütün dünyaya tanıdı.